Bugünkü qonağım və həmsöhbətim Elşad Eynullayev, tarix kontenti yaradan blogerdir. Salam Elşad bəy. Salam, necəsiz? Xoş gördük sizi. Elşad, bugün çox maraqlı müzakirələr bizləri gözləyir, amma mən belə bir sualla başlayacağam ki, sosial şəbəkədə video paylaşmağa necə başladın? Yəni belə deyək, keçdiyin yolu bizə danışa bilərsənmi qısaca? Əslində buna bir neçə etken olub, türkcə desək. Amma bunlardan ən çoxu mən bir qəza keçirtdim. Onurğam qırıldı və o ərəfəyə qədər ancaq döyüş xoreoqrafı, kaskadyor fəaliyyətində məşğul idim və həmin əsnada fikirləşdim ki, yavaş-yavaş artıq bunları başlaya bilərəm də. Çünki yataqda olduğum üçün çox şey edə bilmirdim onsuz da. Yəni nə döyüşə bilirdim, nə idmanla məşğul ola bilirdim. Yəni artıq fəaliyyətim dayanmışdı. Mən də araşdırdığım məlumatlar vardı özüm üçün. Yəni araşdırdım, həm də sənətşünaslıq ixtisasını oxumuşam, məqalələrim var idi. Və elə başladı. Daha doğru desək bir dostum var. Onun tövsiyəsi ilə oldu. Adı Xəyaldır. Dedi ki, yəni sən bu qədər şeyləri araşdırmısan, yəni bizə danışırsan, dostlara deyirsən, bunu məncə bölüş də. Yəni bari boşa getməsin də. Hə, yaxşı danışma qabiliyyətin də var. İstifadə elə. Dedim, hə, yaxşı. Ondan sonra ilk videonu hazırladım. Lap əvvəl bir video hazırlamışdım Şah İsmayılov haqqında. 5 dəqiqə. Hal-hazırda YouTube-da qalır o ilk videodur. Onu bir yarışma üçün hazırlamışdıq. Orada bilmirəm yer tutmadı. Çox məktəb vaxtı, universitet vaxtları, birinci kurs idi, ikinci kurs idi. Onu atdım, çıxdım. Hardasa 2 il sonra baxdım ki, 70 min keçib artıq video. Elə bundan həvəslənib dostum dedi ki, davam elə. O formada yavaş-yavaş başladım paylaşmağa. Yəni indi də artıq 110 min civarı abunə YouTube-dadır. 59 min, yoxsa 49 min TikTok-dadır. Hardasa 11 min plus da Instagram üzərində. Bəs səni hal-hazırda nə motivasiya eləyir bunu etməyə? Bunun belə deyim, ilk başladığım vaxtlarda mən düşünürdüm də, yəni insanlara bildiyim məlumatları çatdırmaq və ya bəzi məlumatlar görürəm ki, yanlış bilinir, onları dəqiqləşdirmək, insanlara aydınlaşdırmaq istəyirdim və bildiklərimi bölüşmək istəyirdim. İndi hal-hazırda sözün açığı müəyyən qədər insan yaş irələdikcə görürsən ki, gəlir də lazımdır. Bir müddət gəlirə görə mən dayandırmışdım. Amma o qədər insan yazdı ki, niyə paylaşılmır, yəni yaxşı mesajlar yazdılar. Yəni bu həqiqətən mən belə düşündüm ki, demək insanlar buna tələbat var və mən də yenə eləməliyəm və eyni anda paraleldə bir iş apara vaxt ayırıb heç olmasa həftədə bir 2 dəfə, 3 dəfə paylaşım etməyə çalışıram. Bu formada insanların yazdığı mesajlar, yaxud bəzən harasa gedəndə eşitdiyim fikirlər istər-istəməz səni motivasiya eləyir. Bəs niyə məhz tarix? Bəs niyə məhz tarix? Çünki keçmişini bilməyən gələcəyinə gedə bilməz. Bizim millət nə məncə keçmişini yaxşı dəyərləndirmir çox da, nə də hamısına aid eləmirəm təbii ki, var, yəni dəyərləndirən kütlə çoxdur, böyükdür. Amma yəni müəyyən hissədən danışıram da. Bəziləri ümumiyyətlə fərqində olmur. Və düşünürəm ki, tarixini bilməlisən, öyrənməlisən, qavramalısan, kim olduğu, ən əsası milli kimliyini başa düşməlisən. Fərq eləmir burada, yəni mən milliyyətçi cəhətdən demirəm. Düzdür, milliyyətçi olmaq da olar, amma yəni Azərbaycan multikultural da, yəni ölkəmizdə talış da var, ləzgi də var, tat da var, türk əksəriyyət. Amma bu millətlər hamısı birlikdə keçmişdə birlikdə yaşayıblar, indi də birlikdə yaşayıblar. Çox az bir mədəniyyətdə olub ki, bu qədər xalq birlikdə yaşasın və bir-biri ilə heç vaxt düşmən olmasın. Hər zaman bir-birinə dəstək olsun. Yəni bir-birindən ayrım eləməsin. O cəhətdən düşünürəm ki, tarixi bilməlidirlər. Bilməlidirlər ki, biz əvvəldən də belə olmuşuq. 1000 il əvvəldən də buradayıq, 2000 il əvvəldən də burada olmuşuq. İndi də buradayıq və bundan sonra da inşallah burada olacağıq. Bunu bilmələri üçün istəyərdim əslində. Əslində Elşad çox gözəl bir mövzuya da toxundun orada. Mənim diqqətimi çəkdi. Dedin ki, Azərbaycan millətində keçmişi bilmək biraz zəifdir nisbətən. Bəs Azərbaycan tarixində insanlar tərəfindən hər zaman yanlış anlaşılan şəxsiyyət kimdir səncə? Bu elə bir şəxsiyyət ki, hər zaman mən bu şəxs haqqında video hazırlamışam və sözün asılı tarixi sevmə səbəblərindən biri də bu şəxsiyyətdir və bunun kimi şəxsiyyətlərdir. O Şah İsmayıl Xətaidir. Necə deyim, o qədər yanlış məlumatlar, dezinformasiyalar var ki, onun haqqında istər bizim mənbələrdə sözün açığı çox yoxdur, amma daha çox Osmanlı mənbələrində var dezinformasiyalar. Çünki düşmənlik faktoru da var ortada. Bilirsiniz necədir?
tarixə biz indi hal-hazırda 21-ci əsrdə yaşayırıq. Bizim gənclər bu dövr 16-cı əsrə indiki baxış açısı ilə baxırlar. Amma hər dövrün öz baxış açısı var. Məsələn, biri baxır deyir ki, Şah İsmayıl o dövrdə səhv elədi, qardaşı qardaşa qırdırdı. Ümumiyyətlə bu düşüncə o qədər kökündən yanlış ki, birincisi həmin dövrdə qardaşlıq anlayışı, türkü, dostluq deyə bir şey yoxdur. İkincisi, həmin dövrdə yürüş eləyən, müharibənin başlayan Şah İsmayıl deyil. Üçüncüsü, lap müharibə belə olursa, bunun məqsədi türklük deyil və ya millət deyil. Ya torpaq əldə eləməkdir, ya dövlətin təhlükəsizliyini təmin eləməkdir və olan təhdidi aradan qaldırmaqdır. Məsələn, Osmanlı tərəfdəki müharibənin məqsədi şərqdə olan təhlükənin qarşısını almaq. Çünki güclü bir imperiya, daha güclü bir dövlətin yaranmasına imkan verməmək. Çünki sənin şərqində bir böyük dövlətin, güclü dövlətin olması sənin üçün təhlükədir. Sabah bir gün sənə də zəifləyəndə hücum eləyə bilər. Şah İsmayılın döyüşmə məqsədi torpaqları qorumaq, qurduğu dövlətin strukturunu möhkəmləndirməkdir. Yəni hər ikisi öz cəhətindən haqlıdır. Ümumi açıdan baxdığımız zaman təbii ki, Şah İsmayıl haqlıdır. Çünki yürüş edən o deyil, o müdafiə olunan tərəfdir. Amma insanlar bunu bu cəhətdən anlamır. Oturub 21-ci əsrdə, 16-cı əsrdəki adamı yargılayırlar ki, yəni günahlandırırlar ki, döyüşməz. Neynəsin? Yaşdan təsəvvürlə oturmuşsan evdə kimsə gəlir səndən döyüşməyə. Yox, mən döyüşmürəm. Biz 5-6 əsr sonra qardaş olacağıq. Elə desin, nə desin? Yəni Heç Osmanlı ilə Türkiyə arasındakı fərqlərdən heç danışmaq. Bir də ki, orada biz siz necədir? Şərqi Anadolu heç Osmanlının tərkibində deyil həmin dövrdə. Osmanlı Tokatdan o yana Osmanlıda deyil. Diyarbəkirdir, Ərzurumdur, Ərzincandır. Bunların hamısı Ağqoyunlu mülkü sayılır. Ağqoyunlu dövlətindən məğlub edən Şah İsmayıldır və ona görə onun tərkibində olmalıdır. Ümumiyyətlə Şah İsmayıl haqqında təkcə bu yox. İstər dini baxımdan, istər qırğınlar eləməsi. Məsələn, Şirvanşahlar sarayını dağıtdı, qırğın elədi, qəbirləri çıxartdı, yandırdı. Bu dəqiqə yəni bilirsiniz, o qədər beyin olmayan insanların dediyi sözlər var ki, gedirsən Şirvanşahlar sarayında hal-hazır ki, qəbirləri görürsən. Bu adam bu qəbirləri yandırıbsa, burada qəbirlər nə gəzir? Yəni adama sual verərlər də. Yaxud nə bilim, tarix oxuyursan da, Şah İsmayıl gəldi, hakimiyyəti qurdu, Şirvanşahlar dövləti dağılmadı axı. Niyə dağılmadı? Yəni o qədər nifrət edirsə, qırırdısa, hamısını qırardı da. Yəni gücü də var idi. Yəni bu adam 14 ölkə fəth edib, yəni saysız hesabsız qoşunları məğlub edib. Niyə Şirvanşahlar aradan götürmür tamamilə? Hətta onlarla qohumluq əlaqəsi qurur, öz qızı ilə evləndirir Xəlilullahla. Amma belə başa düşdüm ki, mən paylaşıram. Ən azı bilməyən insanlar görür, bilir. Bilən insanlar bildiklərinin doğru olduğunun fərqinə varırlar. O hansı ki deyir, cahilə söz demək sözə zülm eləməkdir. Ona görə cahilə söz deyirsənsə, sən öz sözvə zülm eləmiş olursan. Bir də mənə maraqlı olan situasiyalardan biri Şah İsmayıl Xətai haqqında bilinməyən gerçəklərdən danışa bilərsiniz biraz. Daha maraqlı faktlara istəyərdim toxunaq. Əslində Şah İsmayıl haqqında çox şeylər paylaşmışam. İndiyə qədər demək olar ki, çoxunu paylaşmışam, amma bu yaxınlarda nəyə öyrəndim? Gürcüstan üzərinə səfəri olub, onun şəxsən qatılıb və orada Osmanlı qoşunları da olub və onları məğlub edib. Bu hadisə də olub Çaldıran döyüşündən sonra. Bu haqqda yeni video paylaşacaqdım əslində. İndi qısaca demiş olduq. İnşallah qismət olsa paylaşacağıq. Yəni Şah İsmayılın Ay Çaldıran döyüşündən sonra depressiyaya düşdü, qaramsarlıq yaşadı. Yayılmış bir mif deyim məncə. Çünki heç bir içində döyüşməyə arzusu olan bir insanı heç nə belə deyək də kənarda qoya bilməz. Xüsusən də Şah İsmayıl kimi birinin heç nədir. Yəni bu adam nə görə bilərsə həyatda hamısını görüb, atası öldürülüb, qardaşı öldürülüb, babası öldürülüb, anası özü zindanlarda qalıb. Yəni çox çətinliklə dövlət qurub və dövləti möhkəmləndirib. Yəni bu adamı sarsıtmaq çox çətin məsələdir ki, heç nə sarsıtmır onun həqiqətən. Düzdür, təbii ki, o döyüşdə yaxınları itirir. Ona görə pis ola bilər, müəyyən qədər yaradıcılığına çox azca təsir edə bilər, amma mən heç oxuyuram da o əsərlərin çoxunu oxumuşam. Düzdür, bizdə ancaq seçilmiş əsərləri var. Bir dəhnamədir, bir nəsihətnamədir. Ən çox 2 əsəri tanıyıram. Onun divanı var, məsələn. Bu yaxınlarda bizim İlkin səhifəsinin nümayəndələrindən biri onun Misirdə yeni şeirlərini tapıblar. Sağ olsun, inşallah onun kitabı çıxacaq. Orada görə bilərlər. Yəni heç də ciddi indi olan təsəvvür kimi olmayıb. Yəni ona heç nə təsir eləməyib və yürüşlərə də gedib, üsyanlara da yatırıb. Hər şey öz yolunda dövlətin strukturunu möhkəmləndirib sadəcə. Mən Xətai haqqında bir sual da verib bu hissəni qapatmaq istəyirəm. Xətai təxəllüsü hardan gəlir? Ümumilikdə bir neçə bilirsiniz də, onun mənbələri var. Bəziləri başqa cür deyir, bəziləri başqa. Mən sizdən eşitmək istəyərdim.
Əsas səbəbi nədir Xətai olmasının? Belə deyim də, bunu bir neçə mifə bağlayırlar. Məsələn, Xatay tayfaları var deyirlər, mifdir. Daha sonra Xatay tayfaları ola bilər, olmaya bilmər. Bu başqa mövzudur. Çünki mövzunu araşdırmamışam. Amma buna aid əlaqəsi olmadığını 100% bilirəm. Sonda deyəcəm səbəbini. Və yaxud da deyirlər Hürrün qəbrini açıb deyək. Hürrün qəbri açıb. Amma Hürrün qəbrini açmaqla da əlaqəsi yoxdur. Bəli, Fərman Kərimzadənin az öncə də danışırdıq sizinlə. O kitabda da var idi eyni səbəb. O hadisə baş verib, Hürrün qəbrinin açılması 3 gün üzərində çadır qurulub, namazlar qılınıb, daha sonra Hür İmam Hüseyn əleyhissalamın səhabələrindən biri olub, Kərbəla döyüşündə şəhid olub. O şəhidin qəbrini açıb. Orada nəsə biraz mifikləşmiş söhbətdir, amma orada İmam Hüseynin bir dəsmal olub, o Hürün başına bağlayıb. O həqiqətən elə bir şeyin olmadığını dəqiqləşdirmək üçün. Yəni bu adam marağından açıb. O qədər rasionaldır ki, dəqiqləşdirmək istəyib ki, həqiqətən belə bir şey var yoxsa yox və açıb və görüb ki, həqiqətən də var. Sonra da peşman olub. Amma ona görə Xətai deməyib özünə, bunun da səbəbini deyəcəm. Və yaxud da həyat yoldaşı əsir düşüb, ona görə özünə Xətai deyib. Bu da yəni ağlasılmaz dərəcədə böyük mifdir. Xətai necə olub? Onun hətta bu döyüşlərə başlamadan uşaq ikən yazdığı şeirlərdə belə Xətai təxəllüsü ilə olduğunu biz görürük. Yəni bu o deməkdir ki, Xətai təxəllüsünü 8-9 yaşlarında götürübsə özünə döyüşlərdən əvvəl. Ondan sonra baş verən heç bir hadisənin ona aidiyyatı yoxdur. Nə təxmin olunur? Təxmin olunan budur. Necə ki Nəsimi özünə Nəsimi təxəllüsünü götürmüşdü. Adı Əli idi. Nəvaidə nəsillərə götürüb. Nəyimidən. Müəllimi Nəyimidən. Və yaxud da məsələn Füzulinin özü Füzuli təxəllüsünü götürür. Məsələn, təxəllüs nəyəsə qarşı götürülür də. Xətaidə xəta edən bir bəndə olduğunu göstərmək üçün deyir də. Məsələn, o şeirlərində özü də deyir, xətaiyəm, ağatlıyam, sözü şəkərdən datlıyam, Mürtəza Əlizatlıyam, qazilər deyin şah mənəm. Burada yəni müəyyən qədər özünü cəsarətli göstərmək var, böyütmək var. Həm də müəyyən qədər hər nə qədər böyütsə də Allah qarşısında xəta edən bir bəndə olduğunu göstərməyə çalışır. Çox şeirində var, məsələn, deyir ki, girdim Adəm cisminə, kimsə nə bilməz sinimi, mən bu Beytullah içində ta əzəldən var idim. Sonra deyir, yenə mən xətaiyəm, haqq tanımışam bi güman. Yəni, Allahı tanımışam, gümansız, şəksiz, şübhəsiz. Onun ideyası da elə buydu da, yəni qızılbaşlıq ideyasının da tam mənası bu deməkdir. Biz ancaq Allaha quluq, başqa hər şeyin ağasıyıq, bu mənada. Bəs Azərbaycan tarixində hansı səhnəni dəyişsək, tariximizdə ciddi dəyişiklik baş verər səncə? Bu əslində çox qəliz sualdır, çünki çox düşündürücüdür, bəli. Yəni o qədər şey saymaq olar. Nadir Şahın ölümü, sağ qalsaydı nələr baş verərdi? Ağa Məhəmməd Şah Qacarın ölümü, öldürülməsi, sağ qalsaydı nələr baş verərdi? Abbas Mirzənin ruslarla olan döyüşündə qalib gəlsəydi nələr baş verərdi? Və ya hər hansı bir xanlıqda, məsələn, Qubalı Fətəli xanın ölməyib Azərbaycanı birləşdirməyi nə baş verərdi? Yəni bu sualların hamısının ardında bütün taley dəyişə bilər tarixdə. Yəni tarix elə bir şeydir ki, zəncirləmədir də. Yəni bir detalı dəyişsən hər şey tamamilə fərqli şəkildə, alternativ bir gələcək olacaq da elə bil. Mən hansını dəyişdirmək istəyərdim sualını verirsinizsə? Əlbəttə. Mən Nadir Şahın ölümünü dəyişdirmək istəyərdim. Çünki onun inanıram ki, ən azından həm ideyaları böyük idi, həm zəfərləri böyük idi, həm dayandırıla bilməyəcək qədər güclü idi. Ən az bir 20 il artıq yaşasaydı, böyük ehtimal ya çox böyük fətlər eləyərdi, dünyadakı o 3 hökmdarı keçə bilərdi, Əmir Teymur, Makedoniya, İskəndər və Çingizxanı keçə bilərdi. Və yaxud elə bir şey eləyə bilər ki, dövlət dağılmasın və ya ən azı Rus hücumlarına qarşı Azərbaycan yenə bütöv qalsın. Bu ola bilərdi. Mən bir də fərqli bir aspektdən yanaşmaq istəyirəm bu mövzulara ki, bəs niyə Azərbaycan tarixində qadınlardan danışılmır o qədər? Mən buna razı deyiləm. Azərbaycan tarixində qadınlardan danışılır. Amma çox az danışılır. Sadəcə necə? Təkcə o deyil. Ümumiyyətlə bizim tarixi şəxsiyyətlərin 90%-nə hansı ki, necə deyim, çox əhəmiyyətli və çox böyük şəxsiyyətlərimiz var və araşdırdıqca bunu görürsən ki, heç kəs buna yer vermir. Məsələn, təkcə yəni qadınlar yox, kişilər də daxildir buna, amma məsələn qadınlardan örnək verək. Məsələn, Qaçaq Gülsüm.
Bəli. Çox az adam bilir ki, Qaçaq Gülsüm kimdir, necə Azərbaycan qəhrəmanıdır və ya deyək ki, məsələn Dağlar Qızı Reyhan mahnısı var. Bəli, onun da bir tarixi hekayəsi var. Məsələn, Dağlar Qızı Reyhan necə olur? Onun həyat yoldaşı ermənilərin soyqırım elədiyi vaxtda Xaçmazda öldürülür. Özü özünü murdarlayır, yəni ki, ona qarşı heç kəs heç nə eləməsin ermənilər, yəni təcavüz eləməsinlər. Daha sonra kiçik bir dəstə toplayır, həyat yoldaşını öldürən adamları bir-bir tapır, erməniləri öldürür və qaçaq həyatı yaşayır. Ta ki Sovetlər gələnə qədər. Sovetlər gələndə ermənilər onu şərləyərək antisovet damğası vururlar və ona ölüm hökmü qoyulur. Mirzəfər Bağırov onu xilas edir. Onu öldürmür, amma sürgün edirlər. Sürgündə həyatını keçirir. Daha sonra onun bu qəhrəmanlığına xalq dilində Reyhan mahnısı yazılır. Dağlar Qızı Reyhan. O Gəlinqaya adlı yerdə olur həmin döyüş ona görə. Yəni məsələn bax adi bir xalq mahnımız belə əslində qadınımız haqqındadır da. Yəni elə bir qadın ki, erməniləri həyat yoldaşının intiqamını alır və ya nə bilim Qəmlo var deyək. Qəmlonun həyat yoldaşı var ki, hansı ki Qəmlo öldürülür. Onun öldürülməyi də bir tələdir. Hə, onu çox qohumu təliyə salır. Silahsız dəvət eləyir. Yox, bir ad günü yoxsa hər hansı bir məclisə dəvət eləyir. O da məclisə gedərkən deyir ki, yəni məni dəvət ediblər, mən silah götürməyim də. Silahını götürmür, evdə qoyur. Və orada onu 17 nəfərmi, 16 nəfərmi? Mərdliyinə qurban gedir deyə. Hə, 17 nəfər, o da bizim bütün qəhrəmanlarımız mərdliyinə qurban gedir. 17-16 nəfər onu eyni anda hücum edib öldürürlər. Həyat yoldaşı bu xəbəri eşidən kimi silahlanır, onu öldüyü evə gedir, başlayır hər yeri güllə boran eləməyə. Yəni bu həmin dövrdə o xanımın onu eləyə bilmə cəsarəti olduğunu göstərir də. Və yaxud çox deyə say bitməz. Yəni hər dövrə aid müəyyən Həcər var, Qaçaq sanki çox az danışılır. Məsələ ona toxunmaq istəyirdim. Az danışılır, hə. Təkcə ondan az danışılır. Ümumiyyətlə tariximizə çox ciddi yeri verilmir. İstər məktəbdə olsun. Məsələn, məktəblik kitabını açırsan, yəni demirəm, o da bizim tariximizdə, Osmanlı, türk də olardı. Amma axı bizim öz milli kimliyimiz də var. Yəni biz Qaçaq Gülsümü niyə kitabda görmürük? Niyə məktəbdə görmürük? Hansı boşluqlar var? Yeri gəlmişkən o sual da vermək istirdim mən sizə. Elə bu boşluqlar var da. Məsələn, bizim milli kimliyimizi məsələn belə deyək, Sultanbəy Sultanov var. Qarabağ qubernatoru olub və kiçik bir hadisəsini danışım. O oxuduğu vaxt bir qız tələbəyə rus zabiti belə deyə sataşır. Bu hətta rusdur da, yəni qız da rusdur. Amma buna baxmayaraq Sultan bəy onu qəbul eləmir və rus zabitini duelə çağırır. Halbuki bu tələbədir, Rusiya zabitdir və onlar duelə çıxırlar, Sultan bəy onu məğlub eləyir, öldürür. Yəni bu belə həmin şəxsin nə qədər cəsarətli olduğunu, necə qeyrətli, mərd Azərbaycan igidi olduğunu göstərir. Amma mən bunu bir detal kimi dedim. Onun böyük qəhrəmanlıqları var, hansı ki, səhv eləmirəmsə 1000-2000 arası erməni dəstəsini çox az bir qüvvə ilə məğlub edib Qarabağda, Qarabağ quberniyasında olduğu dövrdə. Sonra Məcidağa Şəkibəyov var. O da Gədəbəydə olub 36-cı ilə kimi səhv eləmirəmsə Sovetə qarşı mübarizə aparıb, çox böyük tək qalıb, Sovet ordusuna qarşı döyüşüb, axırda özünü öldürüb. Yəni o qədər heç, məsələn, Gəray bəy obrazı var, 7 oğul istərəmdə. O əslində Məcidağa Şəkibəyovun prototipidir. Orada məsələn 7 oğul istərəm müsbət personajdır, amma Gəray bəy mənfi personajdır. Çünki Soveti elə sərf edirdi. Amma yenə də filmi çəkən Azərbaycanlılar olduğu üçün Gəray bəyin bəylik statusunu qoruyublar. O özünü öldürür orada məsələn və yaxud deyir ki, canavar tək qalanda başına çaqqal-çuqqal yaşar. Yəni bu bizim bəylərin necə deyim, böyüklüyünü göstərmək heç olmasa əfsanəvi deyil. Necə də olsa göstərməyə çalışıblar da orada. Yaxud məsələn çox var. Məsələn Şükriyə xanım var, Əhməd Cavadın həyat yoldaşı. O da həmçinin özünü mundarlayıb ki, ona da təcavüz eləməsinlər. Orada çox detallar var. Nəyi vurğulamaq istəyirəm? Azərbaycan qadının sədaqəti və həyat yoldaşına bağlılığını. Təsəvvür eləyin ki, yəni Əhməd Cavadın Şükriyə xanımın atası, o da bir bəy nəslindən idi, amma Əhməd Cavad sadə vətəndaş idi. Və Əhməd Cavada görə atasından imtina edir, atasının soyadını. Əhməd Cavadın soyadını götürür. Daha sonra Sovetlər Əhməd Cavadı artıq həbs eləyən zaman deyirlər ki, səni heç dinləmirik, sadəcə boşanma ərizəni imzala, yəni soyadından imtina elə. O isə deyir ki, mən
ölümü atamı tapdalayıb keçmişəm, amma heç vaxt onu tapdalaya bilmərəm və ölümü üstün tutaram da onun soyadından imtina Bir etməkdir. filmdə də var idi, səhv eləmirəmsə, bu replikadan istifadə eləmişdilər. Bilmirəm. Türklər çəkmişdi bu filmi. Türklərin filmində görmüşdüm bunu. Çox gözəl yansıtmışlar eyni bu replikanı. Bu hadisə həqiqətən baş vermişdi. Hətta onu aparırlar, sürgün eləyirlər. Sürgün olunan zaman 15 il sonra öyrənir ki, Əhməd Cavad güllələnib və ilk eşitdiyi zaman huşunu itirərək yerə yıxılır. Özündən gedir. Hətta sonra reportaj alırlar, səhv eləmirəmsə, onun reportajı idi. Ağlaya-ağlaya danışırdı. Halbuki yaşlıdır da, artıq hadisənin üzərindən illər keçib. Buna baxmayaraq, yəni necə sədaqətli və sevgi dolu olduğunu göstərir. Bu tərs istər xanımlarımız, istər bəylərimiz o qədər çoxdur ki, mən oxuyanda və ya hardasa görəndə, qarşılaşanda, rastlaşanda çox pis oluram ki, niyə mən indi öyrənirəm bunu? Niyə mən 26-25 yaşında, niyə bunu məktəbdə görməmişəm? Mən çox təəssüf edicidir. Təkcə o yox, məsələn bizim mənfi cəhətləri qabardılır. Mənfi cəhət deməyək, əslində mənfi cəhət yüklüyürlər. Deyək ki, Uzun Həsən Fatih Sultan Məhəmmədlə döyüşdü. Yazırlar ki, ora qardaş döyüşü, kaş eləməzdi və yaxud da bu siz necədir? Məktəbdə yüklənən uşağın beyninə fikirlər, sonra böyüdükcə onu çıxartmaq çətin olur. Çünki o ilk gördüyü şeyi düzgün olaraq qəbul eləyir. Daha sonra sən reallığı ona göstərəndə belə birinci qəbul eləmək istəmir. Çox çətin, ya çox ağıllı olmalıdır ki, analiz qabiliyyəti yüksək olmalıdır ki, o baxıb reallığı, həqiqəti görə bilsin. Ya da ki, heç vaxt da qəbul eləməyəcək. Yəni baxanda da əşi yanlışdır deyəcək. Bizim xalqın əksər hissəsində öz tariximizə qarşı əşi belə olub da və yaxud da səhv eləyiblər. Bu anlayış var. Mənə ən çox əsəbləşdirən maraqsızdır, oxumuram, ümumi tarix daha maraqlıdır. Tarix nə olan şeydir? Vəbşə tarix lazımsızdır. Yəni amma yəni məsələn gəl ermənilər bir dənə şey götürsünlər, Balabanı adi götürmüşlər, hamı öldürür ki, Balaban bizimdir. Bu da tarixdir də. Hə də yəni Balaban ümumiyyətlə isə maraqlı deyildi. Ta ki ermənilər götürənə qədər. Yaxud da nə bilim, indi bu yaxınlarda gördüm. Uzundərə rəqsimiz var. Bəli, yenə ermənilər. Hə, ermənilər götürüb onu oynayırlar. Erməni də bayrağı vurublar. Uzundərə rəqsi bizim deməli səhv eləmirəmsə Qarabağ bölgəsində olan bir yerdir. O Uzundərə adlı yer var. Bəli, ora yazılıb. Ora yazılıb. Və faktiki olaraq da adı da bizim Uzundərə. Erməni dilində deyil. Amma buna baxmayaraq onlar götürüblər. İndi sabah birisi gün hamı deyəcək ki, Uzundərə mahnısı bizdən. Amma indi heç onun tarixi ilə, ümumiyyətlə necə bir mahnıdır, bizim folklorumuza nə qatır, maraqlı deyil. Yəni sabah birisi gün bir erməni çıxıb desə ki, tarixçi, yalançı bir tarix uydursa ki, Şah İsmayıl bizimdir. Mən əminəm ki, bütün Azərbaycan duracaq ki, yəni Şah İsmayıl bizim nə danışırsan. Amma indi bu dəqiqə fakt gətirmək yoxdur bizdə. Məsələ budur ki, elə bizimdir, bitdi. Elə bil ki, yəni xaos sevir də, bizim millət xaos sevir ki, nəsə olsun, ondan sonra mübarizə aparsınlar ki, belə olmalıdır. Bəs gənclərə yəni necə maraq aşılaya bilərik tarix üçün? Yəni tarixi sevsinlər deyə necə maraq verə bilərik? Bunun ən böyük maraq gətirən, bax belə deyim də, qısa bir fikir deyim. Necə sevirlər tarixi hal-hazırda filmlərdə? Məsələn, sizin videolarınıza baxan kütlənin bir çoxusu gəncdir. Mən gördüyüm qədərilə. Mən də çox gənclərdir. Bəli. Faiz etibarilə gənclər üstünlüyü təşkil eləyir və məncə elə sizin kimi video kontentlər hazırlasalar, məncə əla olar. Təbii ki, bu biraz məsuliyyətli işdir. Çünki araşdırmalısan, dəqiq məlumat verməlisən, yanlış verəməzsən. Məsələn, məndə də olub bəzən çox nadir hallarda ki, məlumatı hazırlamışam, sonra hansı bir detalın yanlış olduğunu görmüşəm. Ya videonu silmişəm, ya açıqlama qisminə dəyişiklik eləmişəm birbaşa. O cəhətdən çox çətindir kontent yaratmaq. Məsləhət görürəm ki, eləsinlər, tariximizi tanısınlar. Çoxları da var. Məsələn, mənə də yazırlar, səhifələr göndərirlər ki, biz də açmışıq. Hətta keçən dəfə bir nəfər mənə yazdı ki, podkast səhifəsi açmışam və artıq tarix haqqında hazırlayırıq və mənə dedi ki, mən sizdən ilhamlanmışam da. Mən 11-də oxuyanda sizin videolara baxırdım. Öz-özümə bir fikirləşdim ki, mən neçə ildir artıq başlamışam. Bir də gördüm artıq 6-7 ildir ki, mən daimi bu işin içindəyəm də. Onda fərqinə vardım ki, artıq bu qədər vaxt keçib. Amma yəni o xəbəri eşitmək o qədər mənə müsbət təsir elədi ki, mən kiməsə nəyisə ilhamlandıra bilmişəm də. Deməli ki, motivasiyanızı belə şeylərdən alırsınız. Hə, nəsə heç olmasa bacara bilmişəm. O mənə çox böyük motivasiya oldu sözün açığı. Mən amma deyərdim ki, bu tərz paylaşımlar düzdür. Kütləyə çatdırmağa çox yaxşı vasitələrdən biridir, amma ən yaxşısı deyil. Ən yaxşısı nədir? Filmlər. Çünki ya filmlər, seriallar və ya ən aşağı versiyada animasiyalar belə uşaqların və ya orta yaşlılara məlumatı çatdırmağın əsas yoludur. Yəni
Türkiyədə açıq danışaq da tarixi önəm Möhtəşəm Yüzyıldan sonra başlayıb. Möhtəşəm Yüzyıl, Diriliş Ertuğrul bu tərz filmlər, seriallar həm öz ölkə daxilində, həm xarici ölkəyə öz reputasiyaya yaymağa çox ciddi kömək eləyir. Azərbaycanda Osmanlı fanatları var hal-hazırda. Yəni bildiyin Osmanlı üçün ölənlər var da. Yəni bunun səbəbi filmlərdir. Orada məsələn gəl 7 iqlim, 3 qitanın sultanı, cahan padişahı, aləm pənah bu tərz sözlərlə biraz da şişirtmələr var. Məsələn bir film çəkmişdilər. 2-ci Murad şey deyir, Əmir Teymurun oğlu Şahruxun elçisinin boynunu qırır. O bizə nə deməkdir? Yəni elə bil ki, bu dəqiqə Azərbaycan deməyək də, elə bil bu dəqiqə hansı ölkəni deyək ki, daha belə reallıq olsun da. Elə bil ki, Suriya Türkiyənin baş nazirinin boynunu qırır. Nə olur? Türkiyə girib yox eləyər də Suriyanı, düzdür? Yəni real bu da ona bənzəyir. Hə də ona bənzəyir. Yəni o dövrdə Əmir Teymurun oğlunun elçisini öldürmək o ölkənin yerlə bir olmağı demək idi ki, elə bir şey də olmayıb. Zaten 2-ci Mahmud asıllığı qəbul edib, xilat geyib və vergi ödəyib. Orada isə tamam tarixi dəyişdirib sunurlar və bütün cəmaət buna inanır. Heç kəs bunu inkar eləmir. Möhtəşəm Yüzyılda da eyni səhnələr var. Acəm padişahı deyib, yəni aşağılamaqlar var. Hə, doğrudur. Sonra bizim bir neçə müraciətimizdən sonra Azərbaycan yığışdırdılar. Hə, dedilər mən türklərin Acəm diyarındakı türk hökmdarıyam deyə bir çıxış da eləmişlər orada Təhmasibin adından. Məsələ burasındadır da. Yəni o qədər ciddi bir şeydir ki, insanlara yayan məlumatı film və ya serial. O bizdə çox aşağı səviyyədə, düzdür, bu illərdə artıq biraz artıq çəkilməyə başlanıb. Atropatena filmi çəkilir. Məsələn, mən də orada iştirak eləmişəm. Və ya çox gözəl filmlər gəlir. İlk Göytürk səhv eləmirəmsə filmi gəlir. Hə, bu Azərbaycanın çəkdiyi bir neçə çox yaxşı filmlər olacaq. Qismət olsa inşallah, hələ ki çox məlumat verməyim. Yəni əgər həqiqətən bu tərz davam etsə çox yaxşıdır nəticələri. İndi bu qalan hissəsi izləyicilərimizdən asılıdır da, buna dəyər vermək lazımdır. Bəli. Bəs düşünürsüz ki, həqiqətən dəyər verəcəklər? Sözün açığı mənə elə gəlir ki, hal-hazırda çəkilən yeganə Atropatena var da, mənim iştirak elədiyim. Əgər baxsalar çox bəyənəcəklərindən əminəm. Çünki Azərbaycan indiyə kimi çəkilmiş film standartlarının hamısından yuxarıdadır. İstər döyüşlər baxımından, istər tarix. O barədə tam dəqiq bilmirəm. Çünki yenə deyirəm, məndən asılı səbəblər də deyildi. Onlar artıq yəqin ki, teaser çıxan zaman biləcək hamı. Amma yəni onu deyə bilərəm ki, indiyə qədər Azərbaycanda çəkilmiş ən mükəmməl, ən ideal həm istər rəssam işi, istər döyüş xoreografiyası, istər tarixilik çox yüksək səviyyədədir. Hətta deyirəm Avropa standartları səviyyəsinə çatar. Onda mən sizə sonuncu sual verim. Çünki çox gözəl söhbət elədik düşünürəm. Yəni belə düşünürəm ki, çox axıcı getdi hər şey. Yəni daha maraqlı faktlarla tanış olduq. Mənim üçün də yeni qapılar açıldı belə deyək. Tarixi araşdırmaq sizdə hansı dəyişikliklərə səbəb olub? Sözün açıq çox dəyişiklik var. İstər məlumatların çoxalması baxımından artıq məsələlərə yanaşma, populyar tarix, akademik tarix arasındakı fərq. Məsələn, insanlar ilk başda tarixdə ən maraqlı hissələri mənimsəyirlər də. Çaldıran daşında nə bilim Şah İsmayıl topu qırıb, nə bilim filan hadisə filan cür baş verib. Yəni ən belə pik şeyləri. Amma sən yavaş-yavaş öyrəndikcə, araşdırdıqca, bilgi çoxaldıqca analiz qabiliyyəti artır. Artıq hadisəyə baxanda sən hadisəyə sırf orada verilən kimi baxmırsan. Bu hadisə düzdürmü, səhvdimi, ola bilərmi, ola bilməzmi? Artıq o hadisənin real olub olmamasına bağlı fikir yürüdə bilirsən, inkişaf olur və ya necə deyim, siyasi görüşlərdə belə inkişaf yaranır insanda. Çünki tarixi analiz elədikcə, məsələn, Machiavellinin kitabı var, hökmdar. Bir də Şəhzadə, Prens də belə desək. O kitabları oxuyanda tarix açısından deyirəm də və daha sonra qaynaqları oxuyanda, məsələn, mən əvvəl qaynaqlarla işləmirdim. Hansı bir kitabı oxuyurdum. O lap əvvəl ilk başlarda nəzərdə tuturam da. O kitabı oxuyurdum, o kitabda hansısa qaynağa istinad verirdisə, mən o kitabla yetinirdim. Artıq o kitabla yetinmirəm. Qaynağa baxıram, qaynağı məndə yoxdursa, bilən adamı tapıram, göndərirəm, bu həqiqətən varmı, yoxmu, dəqiqləşdirirəm. Bu yaxınlarda bir dənə səhifə var, adını demək istəmirəm. Yəni fanatik bir səhifədir.
Şah İsmayıla qarşı bir hər zaman mənfi rəylər yazırlar və yaxud da ki, olmayan faktları saxlaşdırırlar. Və mənim çəkdiyim bir videodan rəddiyə çəkiblər ki, mən deyirəm ki, məsələn, orada deyirəm ki, Şah İsmayıl ilk dəfə türk dilində heca vəznində qarşıma çıxıb. Kitab yaratdı. Bu, yəni real faktda Azərbaycan akademik səviyyədə təsdiq olunmuş bir şeydir. Bəli. O deyir ki, xeyr, Seyid filan kəsin kitabında yazılıb ki, filan səhifədə bəs belə bir şey yoxdur. İlk dəfə Azərbaycan dilində şeiri Nəsimi və Qazi Burhanəddin yazıb. Qazi Burhanəddin Tuyuğu yazıb ilk dəfə. Tuyuq yazıblar. İkisi də Azərbaycanda şeir yazıblar. Amma sənədləşmədən söhbət gedir. İlk dəfə divan ümumiyyətlə şeirlər toplusudur. Qoşma, gəraylı, bayatı, bunların hamısını kitab halında həm heca vəznində, həm Azərbaycan dilində, yəni türk dilində yazan ilk şəxs bu Şah İsmayıldır. Mən kitabdan danışıram, o isə şeirdən danışır. Bəli. Yəni şeir yazan zaten onlardan çoxu da var. Yəni ola bilər ki, lap əvvəl də olub, zaten itib bizə çatmayıb. Amma ki elə də olub 13-cü əsrdə, orta əsrlərdə çox da yazılıb. Faktiki olaraq hal-hazırda təsdiq olunmuş Azərbaycan dilində, heca vəznində, kitab halında olan Şah İsmayıla aiddir. Yəni artıq məsələn mən araşdırdım onun mənbə verdiyi kitabı. Gördüm elə mənbə verdiyi kitabda 30 səhifə arxasında yazıb ki, bu başlanğıc Şah İsmayıllı olur. Yəni nə demək istəyirəm? Mən əvvəl olsaydı onu bilməyəcəkdim, onu araşdıra bilməyəcəkdim. Artıq araşdırdıqca, oxuduqca o qədər inkişaf gedir ki, sən mövzulara başqa-başqa aspektlərdən, bucaqlardan baxa bilirsən. Araşdırmanın, oxumanın verdiyi avantajlar bunlardır. Artıq bir neçə pəncərədən baxa bilirsən. Əvvəl incəsənət və tarixdən baxırdımsa, artıq antropologiya tərəfdən də baxa bilirsən, arxeologiya tərəfdən də baxa bilirsən, mənbələr araşdırmaq, dəqiqləşdirmək, fakt yoxlamaq, bunların hamısını yeni biliklər qazanmış olursan. Elşad, mən sənə minnətdarlığımı bildirirəm bu günə görə. Həm gözəl söhbət getdi, mən də sizə. Bəli, gözəl müzakirə etdik. Və son olaraq səndən söz almaq istəyirəm. Son sözün nə olardı gənclərə, yəni bu verilişimiz haqqında və yaxud da ümumiyyətlə? Çox gözəl verilişdir sizə. Yəni həqiqətən belə insanlardan məlumat almaq həm yaradıcılığı baxımından, həm bildiyim qədərilə təkcə tarix baxımından deyil də bir neçə aspektdən olur. Mənə deyərdim, mən ancaq bir şey deyə bilərəm ki, hər deyilən məlumata anında inanmasınlar. Hər zaman öz milli kimliklərinə, dövlətlərinə, dinlərinə sadiq və necə deyim, yan təsirlərə açıq olmayacaq şəkildə olsunlar. Yəni bir məlumatı eşitdikdə o məlumatın doğru olub-olmadığını dəqiqləşdirsinlər, sonra inansınlar. Eşidilən, yəni TikTokda, Instagramda, YouTube'da və ya hər hansı bir kitabda oxuduqları məlumatın anında doğru olduqlarına inanıb bunu mənimsəməsinlər. Hər zaman sorğulasınlar. Yəni bu istər tarixi açıdan olsun, istər şəxsi həyat baxımından olsun. İnsan sorğuladığı zaman kamilləşir. Yəni kamil insan da Nəsimi nümunəsində, yəni Nəsimi kimi olmalısan ki, ən azından kamiliyə doğru gedə biləsən. Əla. Bir daha Elşad sənə təşəkkürlərimi bildirirəm. Çox sağ olun. Və əziz izləyicilər, həmçinin sizə də təşəkkürlərimi bildirirəm. Bizi izləmədə qalın və biliklə qalın.